Bu xalqa parad yox, çörək lazımdır. Normal qidalanmaq, uşaq pulu, veteranların reabilitasiyası, şəhid analarının məmnunluğu lazımdır. 2000 il bundan öncə Roma imperatorları heç olmasa sizdən insaflı idilər. Onlar tamaşanın yanında çörək də verirdilər Roma xalqına. Çörəksiz tamaşaya isə baxmaq sürəci mədə boşalıncaya qədərdir. Neft yarı-bayar azalıb, təbii qaz satışı hər il 2 milyard manata azala-azala gedir. Sonra nə olacaq? Sonra sosial partlayış olacaq. Sonra yeməyə çörək tapılmayacaq. Sonra qazanın dibi də olmayacaq. Bütün bu tamaşalar Azərbaycan xalqının başını qatıb diktatorun reytingini süni şəkildə yüksəltməyə xidmət edir. O diktator da can aldığı, güc aldığı bu köləlikdən istifadə edib bizim bütün xalqın haqqını, sərvətini, hüquqlarını qəsb edərək, oğurlayaraq bir ömür özünə taxt-tac, hakimiyyət kürsüsü, milyardlar qazanır. Yəni bütün bunları görmək o qədərmi çətindir? Qazisinə 80 manat verib, onları intihara sürükləyən, şəhidinin plakatlarını kəsdirib, küçəyə atdıran, dövlət quran Rəsulzadənin bütün şəkillərini, heykəllərini yoxa çıxaran, quru sərhədlərini bağlayıb, ölkəni böyük bir həbsxanaya çevirən adamın niyyətini başa düşmək həqiqətənmi bu qədər çətindir? Yüzlərlə qazi intihar edib. Bugün o 100 milyonlarla başa gələn paraddan foto, video paylaşanların 90%-nin birinin cəsarəti çatmadı paylaşsın ki, bu qazilərin günahı nədir? Niyə onlara divan tutursunuz? Niyə onların müalicəsinə şərait yaratmırsınız? Bunu yazan, paylaşan 4 qazi isə bugün şərlənib həbsdə yatır. Belə olmur, belə olmamalıdır. Azərbaycanı ermənidən betər talayır indi öz milli cavanlarını. Xalq çörək istəyir, çörək, xalq acdır.